Ayrı xəbər Oxu Azər İstinadən xəbər verir ki, Göyçay rayonunun İncə kəndində intihar hadisəsi baş verib. İlkin məlumatlara əsasən kənd sakini 1982-ci il təvəllüdlü 6 uşaq anası Gülnarə Səmədova yaşadığı evin həyətində intihar edib. Hadisə martın 6-da qeydə alınıb. Yaxınların bildirdiyinə görə mərhum son günlər müəyyən problemlərlə üzləşib və psixoloji gərginlik yaşayırdı. Lakin onun intihar etməsinə səbəb olan konkret amillər hələ ki məlum deyil. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və araşdırmalar başlanılıb. Mütəxəssislər bildirirlər ki, bu cür halların qarşısının alınması üçün psixoloji dəstək və sosial yardımların gücləndirilməsi vacibdir. Faktla bağlı araşdırmalar davam etdirilir. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.